Yodla zəngin olan xurma qaraciyər və görmə qabiliyyətinə də müsbət təsir göstərir. Xurma sidik qovucu təsirə də malikdir. Əsəb sisteminə müsbət təsir göstərir və işgüzarlığı artırır. Həkimlər varikozdan əziyyət çəkən xəstələrə xurma yeməyi tövsiyə edirlər. Tez doyuzdurulduğu və aclıq hissini uzun müddətliyinə yox etdiyi üçün pəhriz saxlayanlar üçün də uyğun qidadır. 2-3 ədəd xurma yeyərək doya bilərsiniz. Kalorisi az olduğu üçün kökəlməyə səbəb olmayacaq. Xurma həm də anemiya, həmçinin qalxana bənzər vəzlərin fəaliyyətində olan problemləri də, soyuqdəmlənin profilaktikası üçün də yaxşı vasitədir. Xurma daha çox yod mənbəyidir. Yəni yod çatışmamazlığı olan zob xəstəliyində xurma çox əhəmiyyətlidir. Beləliklə xurmadan istifadə etməklə xeyli miqdarda yod qəbul etmək olur. Həmçinin bu meyvənin içərisində vitamin C, qan artırıcı elementlər var. Meyvənin ödqovucu təsirləri var. Həzm sistemini yaxşılaşdırır.